45 ildir bu ünvanda yaşayıram. 77-ci ildən bu ünvanda yaşayıram. Xətai rayonu 29-44-cü məhəllə, ev 131. Mənim burada evimin yaxınlığında torpaq sahəsi ki vardı, 45 ildir istifadəmdə idi. Orada xəstə qızımla bir otaq tikib yaşamışdım, 20 də meyvə ağacım var idi. Deməli, Delfin MMC əməkdaşları 2004-cü ilə saxta sərəncam alıblar. Polis tökdülər orada, 100 dənə Xətai rayonunun polislərin, icra başçısının, prokuroru. Məni polisin dubinkanın gücünə çöl atdılar. Lakin orada 13-15 nəfərə fərdi yaşayış evi də verdilər, kompensasiya da verdilər. Mənim şikayətimə baxılmır. Ancaq Allahın ətəyinə yapışmışam, bir də dövlətimin ali baş komandanından, Mehriban xanımdan, baş prokurordan, daxili işlərdən, ancaq bu 4 nəfərdən kömək gözləyirəm. Başqa aşağıda yerləşən bu məmurlar hər şeyi qulaq ardına vururlar. Heç icra başçısı məni qəbul eləmək istəmir, salamımı da almır. Nə torpağımı əlimdən aldı, Delfin MMC 13-15 nəfərə binadan ev də verdi, kompensasiya da verdi. İndi də gizlənirlər. Əgər hacısansa, kişisənsə çıx qabağa. Deyirəm, mən kişiyəm, mən hacıyam. Yetimlərin ahını necə yeyirsən? Çünki bu Xətai rayonunda qanun qayda yoxdur. Bunların dövlətdən xəbəri yoxdur. Öz başınadılar ancaq. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.